hörmətli bugünkü bu tədbirin iştirakçıları, əziz dostlar, əziz həmkarlar, hamınızı salamlayıram və Sahil müəllim sizə xüsusi təşəkkür edirəm ki, həmişə çox mühüm təşəbbüslərlə çıxış edirsiniz. Mənə də yadımdadır, torpaqlarımız işğal altında olarkən də sizin xüsusilə Avropa İttifaqındakı fəaliyyətiniz, onlara qarşı etiraz deməli çıxışlarınız, bununla bağlı müvafiq müraciətləriniz, bunlar hamısı yadımızdadır və bugün də biz anım günü ilə bağlı bir tədbirin iştirakçılarıyıq və bu 27 sentyabr həqiqətən də tariximizin ən yadda qalan hadisələrindən biri olacaq. Çünki 10 noyabrdan biz danışanda, tarixi zəfərimizdən danışanda, amma 27 sentyabr müharibənin başlandığı gündür və bizi bu müharibəyə Ermənistan vadar etdi və tarixi zəfərimizdə göz qabağındadır. Hörmətli Musa müəllim bir çox vacib məsələlərə toxundu və onu mən qeyd edə bilərəm ki, həqiqətən də 27 sentyabrda Ermənistan siyasi hərbi rəhbərliyi elə cinayətlərə imza atdı və ondan əvvəlki davranışında elə cinayətlərə imza atdı ki, bu müharibəni labil edirdi və indi çox maraqlı bir şərait yaranıb. Paşinyan özü son zamanlar deyir ki, mən heç bilmirəm necə oldu ki, mən Qarabağ Ermənistandır nöqtə dedim. Paşinyan bu dəqiqə bu sualı özünə verir və özü də cavabını verir ki, yəqin ki, o zamanki reallıqlar fonunda və o zamanki vətənpərvərlik ruhunda mən bu çıxış eləmişəm. Tarixi Ermənistanla bağlı iddialarımız fonunda bunu çıxış eləmişəm. İndi isə real Ermənistan və real Ermənistan fonunda isə mən belə bir ifadəni niyə işlətdiyimin cavabını heç tapa bilmirəm. Və artıq biz həm də tezliklə tarixi qələbəmizin, tarixi zəfərimizin də 5 illiyini qeyd edəcəyik. Və hesab edirəm ki, bu hər kəsə bəlli həqiqətdir. Bizim tarixi zəfərimizin 3 qəhrəmanı var. Bu ilk növbədə bizim müzəffər prezidentimiz Can İlham Əliyevdir. Onun formalaşdırdığı yenilməz ordudur və dəmir yumruğa çevrilmiş xalqımızdır. Və bu günləri prezident deyəndə xalq yada düşür, ordu yada düşür, ordu və ya xalq deyəndə prezident yada düşür. Yəni bu üç tərəf, prezident, xalq və ordu sözləri sinonimləşib və tarixi zəfərimizin simvollarına çevrilibdir. Və çox sevindirici haldır ki, hörmətli Sahil müəllim, siz Amsterdamda bu kimi tədbirləri təşkil edirsiniz. Çünki biz bilirik ki, deməli, Hollandiyada, bu Niderland dövlətində də erməni-pərəst dairələr kifayət qədər güclüdür. Və onlar da imkan düşdükcə Azərbaycan mövqe ortaya qoyurlar və bu reallıqlar fonunda məhz Hollandiyada, Amsterdamda bu tip tədbirlərin keçirilməsi və bunun işıqlandırılması, mətbuatda bu məsələlərə qiymətin verilməsi bizim üçün iki qat siyasi məna və əhəmiyyət kəsb edir ki, bu çox vacib, çox önəmli bir məsələdir. Və indi ölkəmizin prezidenti Can İlham Əliyev deməli, tarixi Vaşinqton razılaşmalarına və uğurlarına imza atdıqdan sonra indi New Yorkdadır. Və indi biz gözləyirik cənab prezidentin bir çıxışı da olmalıdır. Və keçirdiyi görüşlər özü ondan xəbər verir ki, bugün Azərbaycana, yəni qalib dövlət olaraq, qalib prezidentinə çox böyük inam, etibar və etimad var. Və siz fikir verin, cənab prezidentin görüşdüyü bu investisiya ilə bağlı böyük maliyyə tutumlu şirkətləri mən bir maraqlandım ki, bunların büdcəsi nə qədərdir? 6 şirkətin büdcəsi təxminən 6 trilyona yaxındır. Və nəzərə alsaq ki, belə sirkə ilə bu şirkətdən özü hər biri ilə sanki bir dövlətdir. Yəni, orta hesabla hər şirkətin 1 trilyonluq büdcəsi var. Və eyni zamanda keçirdiyi görüşlər, indi də gözləyirəm ki, biz hər birimiz və eyni zamanda beynəlxalq ictimaiyyət də Birləşmiş Ştatların prezidenti ilə son dialoqu da onu göstərir ki, cənab prezidentə, qalib prezident ola böyük etimad var və yəqin ki, cənab prezident də bu çıxışında bax, indi bizim danışdığımız reallıqları konkret faktlarla, argumentlərlə BMT kürsüsündən beynəlxalq ictimaiyyətə, dünya dövlətlərin liderlərinə çatdıracaq ki, Azərbaycan bu günləri tarixi zəfərə imza atıb, ərazi bütövlüyünü və suverenliyin tam və qəti təmin edib
son 80 il ərzində bu nailiyyəti imza atmış ikinci bir dövlət yoxdur. Və qarşımızda dayanan hədəflər var və bunların içərisində Qarabağın və Şərqi Zəngəzurun bərpası məsələləri ön sıradadır. Və nəzərə alsaq ki, dövlət büdcəsindən 2025-ci ildə daxil olmalı 23 milyard manat vəsait məhz Qarabağın və Şərqi Zəngəzurun bərpasına vəsait ayrılıb və bizim hərbi büdcəmizdə gəlib 8,4 milyard manata və yaxud da ki, dollar ekvivalentində 5 milyard dollara gəlib çatıb. Yəni biz güclü dövlətik, öz hədəflərimiz var və Cənab Prezidentin rəhbərliyi altında öz hədəflərimizə doğru gedirik. Həm də bütün dünya bir daha əmin oldu ki, Azərbaycan dövləti bu günləri tarixi zəfərə imza atıb, ərazi bütövlüyünü təmin edib, eyni zamanda sülh prosesində təşəbbüskarıdır, sülh müqaviləsində müəllifidir və inanırıq ki, içərimizdə bir inan var ki, hörmətli Sahil müəllim, hörmətli həmkarlarım, hörmətli bu tərbiyə iştirakçıları 2026-cı il tarixə sülh ili kimi düşə bilər. 2026-cı il nəhayət ki, artıq Vaşinqtonda paraflanmış sülh sazişi imzalana bilər və regionumuza uzun müddətli və dayanıqlı sülh gələ bilər. Biz bunun arzusundeyiq, bu istiqamətdə addımlar atılır və inanırıq ki, 2026-cı ildə Ermənistan öz konstitusiyasına müvafiq dəyişiklik edəcək və ikitərəfli münasibətlərimizdə bir yeni dövr, yeni tarix başlayacaq. Çıxışımın sonunda bir daha Sahil müəllim sizə təşəkkür edirəm. Var olasınız, həmişə belə mühüm məsələləri müzakirə mövzusu etdiyiniz üçün çox sağ olun. Teşekkür ederim.